Sərgidə Azərbaycanda ilk dəfə yetişdirilən meyvələr də təqdim olunur. Bu meyvələr yerli iqlimə uyğunlaşdırılmış xüsusi istixana texnologiyası ilə əldə edilib. Azərbaycanda ilk dəfə olaraq banan meyvəsinin yetişdirilməsi həyata keçirilib. Bu məhsullarımız tam orqanikdir və heç bir kimyəvi qatqılardan istifadə olunmadan istehlakçılara təqdim olunur. Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, bugün iş adamları müstəqil şəkildə öz meyvələrini, öz belə deyək, təsərrüfatını inkişaf elətdirib, öz məhsullarını yetişdirib, həm daxili bazarda, həm də xarici bazarda uğurla sata bilirlər. Kəspen Agro və Interfood sərgiləri kənd təsərrüfatının təkcə bugünü deyil, gələcəyi barədə də fikir yaradır. Təsadüfi deyil ki, 30 il ərzində 50-yə ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb.